Lisans imtahanıma son 13 gün. Günlər su kimi axıb keçir. Həqiqətən bu qədər tez keçməsi mənə biraz qəribə gəlir artıq və gün keçdikcə mənim stres səviyyəm də bir pillə artır. Bugün səhər 5-də durdum. 4 saat dərs aldıqdan sonra gedirik kaman dərsinə. Arada insanın bir deşarj olmağa ehtiyacı olur çünki. Sonra evə gəlirəm və saat 5-də durduğum üçün əlbəttə ki, yorğunam, yuxum gəlir. Buna görə də beynimi oyatmaq üçün kafeindən istifadə edirəm. Kofemi hazırlayıb keçirəm ikinci dərs sessiyasına. Mən günü 2 hissəyə bölürəm. Səhər və günorta olaraq. Səhər bir sessiya, günorta bir sessiya dərs oxuyuram. Planlamamı quranda da günorta dərsi və səhər dərsi olaraq bölüb planlayıram. Burada kiçik bir atak növbət keçirdirəm. Ağlamaq istədim, ağlaya da bilmədim. Qəribə bir an idi. Nəysə sonra davam elədim dərs oxumağa. Və bugün sizə neçə saat dərs oxudum? Bugün tam olaraq 7 saat dərs oxudum. 6 saat 56 dəqiqə ülkətəni 4 dəqiqədə dayandıran nə idi? Çox maraq edirəm. Nəysə. Saat 5-də başlayan macəram 7 saat dərs oxumağın arxasından axşamüstü saat 8-də bitirdim. İzlədiyiniz üçün təşəkkürlər. Gedirəm etmə. Sağ olun, salamat qalın.